Qurban kimlərə verilər? Bunu da deyim, tamam. İmam Sadiq əleyhissalam buyurur ki, kəsdiyiniz qurbanı 3 hissəyə bölün. Bizim dildə desək paya yox ha, 3 hissəyə. Yəni, əgər bir dənə heyvan kəsmirsən ki, məsələn 15 kilogram bunun çəkisidir, 3 dənə 5 kilogram ayıracaqsan. 3 hissə, 3 pay yox. Sonra mümkün də hər hissədən 5 dənə 10 dənə pay düzəldəsən. İmam Sadiq ağa buyurur, kəsdiyiniz qurbanı 3 hissəyə bölün. Bir hissəni evə qoyun, ailövüz yesin. Bir hissəni qonşulara verin. Bir hissəni də fəqirlərə, kasıblara verin. Sonra o hissələrdən nə qədər pay ayıracaqsan, da öz üçündür. Yarım kilo eləyəcəksən, 1 kilo eləyəcəksən. İmam buyurur 3 hissəyə. Əlbəttə vacib də deyil. Bir nəfər deyir ki, yox, mən elə istəyirəm kəsim et, evə heç nə də gətirməyim. Eybi yoxdur, gətirmə. Amma bir pay gətir ki, bir dəfə heç olmasa bir pişirim olsun. Çünki imam deyir ki, evə gəlmək də yaxşıdır. İstəyirsən çox götürmə, bəyənilən bir şeydir. Gətirmə ilə. Bir də bir dənə məsələyə diqqət eləyək. Qonşularla kasıblar. Çünki yaxşı da bir şeydir. Kaş elə hər halda bu ölçülər, amma istisnai hallarda bu meyyar bizim əlimizdə olur. Məsələn, adətən qurban payı vermək istəyəndə fəqir axtarırıq, kasıb axtarırıq. İmam buyurur ki, qonşular ki bir hissədirlər payın verilməsi üçün və sonra dalıcan deyir kasıblar. Bunun mənası budur ki, mümkündür qonşun kasıb da olmaya, elə imkanlı ola. Ona vermək boynunda borcdur. Çünki qonşuluq haqqı var. Yəni qonşunun kasıblığı şərt deyil. Ən yaxın qonşulardan gedir ha söhbət. Ki təbii ki bugün bizim şəri qonşulara gücümüz çatmaz. Şəri qonşu bir üstə nə qədərdir? İmam Baqir əleyhissalam qonşunu neçə ev deyir? 4 tərəfə 40 ev. Hər tərəfə 40 ev. 160 dənə evə bugün heç kim pay verə bilməz. İstisnai adamlardan başqa. Ən yaxın qonşu ki qapı qonşuyuq. Evlər küçədə üz-üzədir, yaxındır. Həyətdə sən o əti pişirsən, iyi onlara da gedəcək. 3, 4, 5 ev, 6 ev, 10 ev. Bunlar imkanlı olsalar da bunlara qurban pay verə bilərsən. Çünki bunlarla sənin arasındakı qurbanlıq söhbəti